Kızlar salam aleykum. Ne inirsiniz, ne var ne yok. Bizdə şükür Allah'a salamatçılıqdır. Gedirəm inşallah ki markete. Termopod xarab olub. İstəyirəm bir dənə çaydan götürüm. Müvəqqəti variant kimi. Belə kreker götürdüm yine. Yani kreker. 3 tane çörək. Belə bir çaydan götürdüm. Artıq məcburi bir variant oldu. Çünki termopod bizdə xarab olub deməzdim. Sadəcə lazımi temperaturu saxlamır. Soyur və tez-tez qaynadır. Ona görə də yəni onu elə tez-tez qaynatmağa bizə sərf eləmir. Dedim ayın axırına bankrot olmamış, gedim hələlik çaydan götürürüm. Evdə də olsun, yəni lazım olur da. Mən çünki evdə ümumiyyətlə çaydanım yox idi. Termopod düzü elə bir öz gözümdə idi. O qədər təriflədim ki, axırda belə bir problem çıxdı. Düzdür, hardasa 5-6 ilə yaxındır ki, işləyir, dayanmadan işləyir. Çox razıyam firmasından. Yəni məni indiyə kimi məni yarı yolda qoymamışdı. Sadəcə son zamanlar o da mənə elə gəlir ki, normaldır. Yəni çox bahalı termopod da değildi. Yəni elə termopodlar var ki 200-300 manatda, amma bu biz 120 manata 5 litrlik mənə elə gəlir ki, elə də baha bir şey deyil. İçi də keramika idi. 18 manata götürdüm bunu. Baxın belə. Bunu yarımçıq qaynadacağım. Sonra termosda olan qaynamış suyu da üstünə tökəcəm. Yəni baxın qızlar, görürsüz işləyir. Hər bir şey yaxşıdır, qaynadır. Heç bir problem yoxdur. Bircə bu temperatur, yəni burada görürsüz 95 dərəcəyə biz qoyuruq ən yüksək. Bu 95-də əvvəl qalırdı. İndi 95-dən düşür, bunun temperaturu saxlamır. Aşağı düşən kimi də bu hər dəfə başlayır qaynatmağa. Yəni bunun elə hər dəfə qaynatmağı da həm yəni, suya ziyandır, həm necə deyirlər, cibimizə ziyandır. Artıq işıq yazır. Ona görə də bunu hələ ki bilmirəm, yəqin söndürüb saxlayaram. İndi yaxşı normal bir usta tapsaq, vaxt olanda ustaya aparmağa. İşlədi də yəni dayanmadan, gecə gündüz demədən 5 il, 6 il hardasa işlədi. Bugün göbələklə bir yerdə toyuğun sinə əti, jülyen formasında bir şey hazırlamaq istəyirəm. Demək olar jülyen,
Amma mən onu makaronla, daha doğrusu baxın belə lapşalarla hazırlamaq istəyirəm. Bunu ucuz almışam. 1 manat 35 qəpik almışam. Bilmirəm keyfiyyəti necədirsə. Adətən belə yuvalar biraz baha olur. Amma aldım, yəni sınamaq üçün. Görək necədir. Endirimdə idi. Baxaq, ümid edirəm çox belə dağılmaz. İndi fileyə qoyacağım, donu açılsın. Hüssələni atmıram, bunları da pişirəm. Təxmin etdiyim kimi yarısını dağıtdım qazın üstünə. Doldu. Ondan sonra silərəm. Şəbəni buradan götürürəm. Qoyuram dəmirin üstünə. İsti qalsın. Hamısını təmizlədim. Bunlar oldu. Bir xeyli də zibil çıxdı. Və sonda düşündüm ki, mən bunları elə yusam yaxşıdır. Çünki dediyim kimi onsuz da qaynamış kimi olacaq. Elə nə suyu var, canından çıxar. Dəmirlər barədə sizə vloglarda demişdim, səssiz videolarımda, yenə də deyim. O qədər rahatdır ki, artıq bəlkə də bir 5-6 ay olar ki, bu dəmirləri mən buradan çıxartmışam. Şəbəkələr var ya, ağır çubuq şəbəkə, yəni bildiyimiz qaz şəbəkəsi. Onları götürmüşəm və bunları qoymuşam. Bunda mən Sədrəyədən almışdım. Çünki burada heç bir yerdə, heç bir marketdə mən bunlardan görməmişəm. Var, çaynik altlıqları var belə, amma onların ayaqları hündürlüyü azdır. Bu görürsünüz, bunun ayaqları hündürdür. İndi peşmanam ki, o vaxt elə gedəndə yerə bunlardan çox alardım. Təxmini hardasa böyüyünü 2 manat almışdım deyəsən. Balacası da 1.60 idi, yoxsa neçə idisə. Yəni əldə baha bir şey deyil. Amma baxıram ki, artıq böyüyü lap belə əldən gedib. Onu çünki lap tez almışdım. Bunu sonra almışdım. İndi fikirləşirəm ki, nə vaxtsa gərək bir dəfə Sədrəyə tərəf gedim. Sırf bu dəmirlərdən ötürü. Gedim bu dəmirlərdən bir ikisini, üçünü alım. Çünki belə çox rahatdır da. Həm bu əslində özü batmır qazanın altında qaldığından. Düzdür, elə qazlar var, qaz sobaları var ki, o dəmirlər onda yoxdur. Amma indi məndə belə olduğuna görə özüm üçün asan bir variant axtarıram və bu dəmirləri qoymuşam. Çox rahatdır mənə. Baxır, görürsünüz, qazı təmizləmək, misal üçün batırsa belə götürürəm, təmizləyirəm, çox rahat. Marketlərdəki dediyim kimi o çaynik altlıqları sizi çaşdırmasın. Həmişə ayağına fikir verin, ayaqlarına. Biraz hündür olsun. Həm də bunlar mənə elə gəlir ki, onlardan daha bərkdir. Rastınıza çıxsa alarsınız, əgər bilirsinizsə yerini mənə deyərsiniz, mən də gedim həmin yerdən alım. Artıq axşamdır qızlar. İndi başlayıram göbələyi doğramağa. Bu tava kifayətdir, onsuz da həcmi azalacaq pişəndə. İki dənə soğan qatacağım.
çaylarını buradan götürmək lazımdır. Bunu götürürəm, qoyuram bura. Tavanın öz istisindən pendir əriyər. İndi isə su qoyacağım makaronları qaynatmağa. Belə qızlar, biz artıq axşam yeməyini yeyək, göz haqqımızı halal eləyin. Allah hamının evini bol, xeyirli, bol ruzu bərəkət yetirsin. Bizim də həmçinin. Axşam yeməyimizi də yedik, şükür olsun Allaha və mətbəxin halı. Bu qədər qab çıxıb mənə. Şüşə çaynikı baxın qızlar, mən buna görə sevmirəm. Görürsünüz. Bunu yəni nə qədər mən yusam da, baxın. Bu lüləyi də uzundur. Yəni hər o adətən çayniklərin lüləyin yuduğumuz o şotkalar bunun içinə girmir axıra kimi. Ona görə xoşlamıram da. Mən bu şüşə çayniki buna görə xoşlamıram. Nə bilim, yarımçıq çay görüntüsü içində belə ləkələr. Keramik çayniklər belə deyil də. İçi görsənmir. Adam o qədər narahat eləmir. Bu butulkanı atmaq. Buradakı vəziyyət bu.
Bundan axır ki qızlar uzun müddət istifadədən sonra bu belə tikə-tikə oldu. Əvvəl bu hissə qapağı çıxdı. Sonra bu belə ayrıldı. İndi bunu nə qədər bağlasam da bu çıxır istifadə vaxtı. Ona görə artıq bunu yəqin ataram. Sonuncu dəfə siləcəm, atacağım və yeni şotka çıxardacağım. Hardasa deyim sizə 2-3 il olar mən bunu işlədirəm. Bilirsiniz, belə uzun müddət bir şey istifadə edəndə özümdən fəxr edirəm niyəsə. Ki, hansısa bir əşyanı uzun müddət işlətdim və sonuna kimi işlətdim. Sizdə olur belə hisslər. Qıranı silim, qabları yaxamamışdım. Bunları qurdacağım. Çünki bunları əllə qurulamasan bütün bu suların ləkələri hamısı üstünə qalır. Bunun da altını baxırsınız, qırmızı ləkələri var. Bunu yəqin o həmişə sizə göstərdiyim pasta var. Bir gün təmizləyərik sizinlə bir yerdə. Baxın. Yeganə pastadır ki, bu ləkələri o aparır. Təmizlik bitdi qızlar. Sonda özümə bir dənə çay süzüm. Qızlar, çaynikdən o qədər şikayətləndim ki, özüm şokdayım ümumiyyətlə. Bu son zamanlar nədirsə bizdə bu çaya aid olan şeylər hamısı sıradan çıxır. Buna baxın. Təmizləmək istirdim. Lüləyiniz adına, içində sodanı. Bari heç olmasa yumamış
sınardı da. Yəni yuyub elədim. Baxın lüləyin içində bu da ilişib qalıb. Əlimdən sürüşdü, düşdü, sındı. Görürsüz. Çətin bir şey alınır. Çatlayıb özdə. Bu hissəsi də çatlayıb. Elhamdülillah, heyfslənmirəm. Cana gələn mala gəlsin. Elhamdülillah. Da ki, bundan günahlarını silinsin. Evdəki bəlalar, xətalar hamısı bizdən uzaq olsun. Belə şeylərdən çıxsın təki. Neyinmək olur? İndi bunun içindəki bu şeyi çıxardım gərək. İlişib qalıb içində. Onu da atım. Bunu yaxşıca kağıza büküb, skoçlayıb tullamaq lazımdır ki, bu heyvanların əlini kəsməsin zibillikdə. Hələm əlimdən bir şey sınmaz mənim. Deyim ki, yəni uşaq vaxt düzdür, çox qab-qıran olmuşam, amma belə, yəni heç xatırlamıram ki, mənim əlimdən nəsə düşüb sınsın. Bu əslində adi bir şey deyə demirəm, yəni olan bir şeydir. Sadəcə mənə qəribə gəlir. Yəni yenə dediyim kimi mən ümumiyyətlə qab sındıran deyiləm də. Bu yaşımda məndə yəni hələm belə əlimdən qab düşsün, sınsın, belə şey məndə yaşanmayıb. O bir vlogumda da görmüşdünüz. Orada bir dənə tarelka sındırmışdım bundan qabaq. Yadıma düşdü. Belə bir şey alındı. Düzü zalətləmədim, skoçlamadım heç birindən. Amma hardasa bir 3-4 dənə paketə qoydum. Aralarına kağızlar saldım. Yəni Allahdan kağızdan boluq. Uşaqların bütün kağız közləri doludu evdə. Belə bükdüm. Dedirəm əllərini kəsməz. Yəni düşüb lap için pis sınıb. Birisiz tam sınmayıb. Belə əvvəl istədim sındırım biraz. Qorxdum ki, birdən əlimi kəsərəm. Çünki çox itidi şüşələri, nazik idi. Amma yəni belə birisiz nə o yanlıq sınıb, nə bu yanlıq. Ona görə də artıq belə elədim. Zibil atanda çalışın, yəni birbaşa sınmış şeyləri birbaşa zibilə atmayın. Bağlayıb belə atın. Bu hissələr qaldı o birisindən. Bu da ki, tərslikdən onun içinə yerləşmir. Bu buna böyüdür. Deyirdim bunu qoyaram bunun içində belə işlədərəm, amma yaramır buna. Bu hissələri qaldı belə. İndi baxaram, ya bunda dəmləyərəm çayı, ya da elə o birisi çayınki çıxardaram. Bunu çıxartdım. Düşünürəm ki, bunda dəmliyim hələlik. Bu yaxşı rahat çaynikdir, amma biraz balacadır da tez-tez bitir içindəki. Ağzı böyük olduğundan içini yumaq çox asandır. Bunu 5 manata almışdım. Hələlik yəqin bunu işlədərəm.